Sabah rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində yaşlı nəslin təcrübəsindən faydalanaraq mövzusunda geniş miqyaslı maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirə giriş sözü açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev layihənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, belə tədbirlər gələcək nəslin daha müdrik yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihə barədə ətraflı məlumat verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd etdi ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunmasıdır. Bildirildi ki, layihə Respublikanın bütün şəhər və rayonlarında da reallaşacaq. Səbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova dövlət ailə siyasətinin dəstəklənməsi, milli mənəvi və ümumi bəşəri dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı. Bildirdi ki, milli dəyərlərimizin və mədəniyyətimizin fəal təbliğatçısı kimi əvəzsiz xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın haqq, ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti ümumilikdə dünya qadınları üçün əsl örnəkdir. Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışdılar. Bildirdilər ki, layihə yaşlı nəsillə gənc nəsil arasında dialoq funksiyası daşıyır. Tədbirdə rayon ictimaiyyətinin, veteranlar və ağsaqqallar şuralarının nümayəndələri, gənc ailələrin üzvləri, ali təhsil müəssisələrinin tələbələri və müəllimləri iştirak edirdilər. Sonda tədbir iştirakçılarına məlumatlandırma vəsaitləri paylanıldı. Tural Məmmədov, Namiq Vəliyev xəbərlər.